Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin müəllimi dünyasını dəyişib. Məktəbin ibtidai sinifləri üzrə təlim-tərbiyə işləri üzrə direktor müavini Mahnur Əliyeva vəfat edib. Abşeron rayonunun Xırdalan şəhərində azyaşlının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin 27-ci məhəllə ərazisində qeydə alınıb. Məlumata görə yolu qarşı tərəfə keçmək istəyən 9 yaşlı uşaq hərəkətdə olan Toyota markalı minik avtomobilinin vurması nəticəsində ağır xəsarət alıb. Azyaşlı dərhal xəstəxanaya çatdırılsa da həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Abşeron rayon prokurorluğu tərəfindən cinayət işi üzrə araşdırma aparılır, hadisənin baş vermə səbəbləri və digər detalları hüquq mühafizə orqanları tərəfindən araşdırılır.